Hər vaxtınız xeyir, Analıq Məktəbinin maariflənən izləyiciləri. Bu gün biz uşaqlarda piyələnmə haqqında danışacağıq və bizə bu barədə öz tövsiyələrini və fikirlərini və çox önəmli məlumatları dietoterapevt doktor Elvira Ağabəyzadə danışacaq. Doktor, sizə bu gün ilk növbədə məni maraqlandıran və öz fikirlərimi də sizə demək istəyirəm ki, siz də düzgün yönəldəsiniz həm məni, həm bizim pasientlərimizi ki, piyələnmədə kimin daha çox rolu var? Piyələnmə necə başlayır uşaqlarda? Harda artıq ipin ucunu buraxırlar valideynlər, baxmayaraq ki, doğrudan da əksər hallarda özləri günahkar olurlar piyələnmədə və piyələnmədən əziyyət çəkən uşağa necə yanaşmalıdırlar ki, onlarda o dieta kafası deyək də, türklərdə olduğu kimi, yəni dieta kafası da mənim fikrimcə artıq pozulma göstəricisidir. Yəni bəslənmə pozuntusudur. Necə eləyək ki, o olmasın və uşaqlarımızı ən başdan necə bəsləyək ki, o piyələnməyə məruz qalmasınlar. Təşəkkür edirəm dəvət elədiyiniz üçün bu arada. Çox geniş mövzudur. Burada bir çox faktorlar var. Ailənin özündən tutmuş, ailədə olan qidalanma vərdişlərindən tutmuş, özlərinin yaşam tərzinə qədər və eyni zamanda yuxuya qədər. Burada valideyn ipin ucunu bilirsiniz nə vaxt buraxır? Hamiləlik dövründə. Yəni ana hamiləlik vaxtında əgər artıq çəki alırsa, yəni öz çəkisindən dəfələrlə çox icazə olunan kiloqram 10 kiloqramdır. 10-12 arası maksimum deyirlər, bəli. 10-12 kiloqram arasıdır. Əgər qadın hamiləlik dövründə artıq 20 kilo, 25 kilo, 30 kilo artıq çəki alırsa, uşağın özünün çəkisi normativdən yuxarıdırsa və artıq ginekoloq məsləhət görürsə ki, sizə təbii doğuş yox, təbii doğum yox, keysəriyyə məsləhətdir, demək ki, artıq ipin ucunu buraxıb burada. Bu cür bəslənən analar ümumiyyətlə özləri də, yəni çox yeməyə meylli analar özləri də uşaqlarında o çox yeməyə səbəb olurlar sonra. Bu ana südü ilə bəslənmə də çox bilinməsə də, çünki uşaq ana südü yediyi zaman mədəsi tutduğu qədər yeyə bilir, ondan artığını yeyə bilmir. Amma süni qida yeyəndə artıq valideynlər çaşırlar. Çünki misal üçün bağlamanın üstündə yazılıb ki, bu uşaq misal üçün filan ayda 150 milli yeməlidir. Amma uşaq tutaq ki, cılız bədən quruluşundadır, az çəkili doğulub misal üçün və yaxud nəsillik üçün ümumiyyətlə çox kiçik sümüklüdürlər və təbii ki, bu uşağın özünə görə də mədə ölçüsü var. Bu mədə ölçüsü digər uşaqlarda kimi və yaxud iri uşaqlarda kimi böyük olmaya bilər. Və baxmayaraq ki, bu uşağın mədəsi bir dəfəyə 90 millini ancaq sığdırır, bu valideyn ona çox yedirməyə çalışır və bu yaxınlarda mən bir pasientimdə bundan rastlaşdım. Pasient deyir ki, uşaq çox qusur və mən soruşanda ki, nə qədər verirsiniz ona qidanı? Deyir ki, 150 milli verirəm. Deyirəm, az verməyə sınamısınız? Deyir, bəli. 130 verəndə daha az qusur. Deyirəm, demək ki, siz çox verirsiniz ki, bu uşağın mədəsi fiziki olaraq sığdırmır artıq və daşır, belə deyək də. Necə ki, 3 litrlik balonun içində 5 litr su töksək, o 2 litri hədər gedəcək. Burada da eyni şeydir. Və düşünürəm ki, budur ilk problemi anaların. Bəli. Və səbəbdə daha öncə danışdığımız qorxu ki, acından ölər və yaxud da qorxu ki, mənim övladım arıq olmamalıdır. Toxtuş olsun, sevimli olsun və s. Valideynlərin əksəriyyəti, yəni qadınların daha çox, anaların daha çox problemi odur və başardıqları qədər daha çox qida verirlər ki, uşaq bir balaca çəkili olsun. Amma uşağın gələcəyi də burada belə deyək də, təsir altına düşür və uşaq gələcəkdə 3 yaşında, 4 yaşında artıq çəkilidirsə, artıq pediatr deyirsə ki, inkişafı çəki baxımından 100-lərin üzərindədirsə, deyəsən baxırsınız. Bəli, sentillərə baxır, bəli. Orada 100-lərin üzərindədirsə, demək ki, burada problem valideynin davamlı olaraq eyni tərzdə getməyidir. Yəni, uşaq yatmazdan əvvəl yemək istəyirsə, yemək təqdim eləyir, nə istəyirsə onu yeyir, seçici davranır və valideyn göz yumur. Ondan sonra paketli qidaları çox yeyir. Uşaq istədi, özünü mağazada yerə atdı, çırpdı, istədi deyə aldıq. Yəni siz inanın ki, mən o mənzərəni dəfələrlə görmüşəm və mən bilirəm ki, burada %100 uşağın yox, valideynin günahı var. Çünki siz bəsləyirsiniz o uşaqları, siz böyüdürsünüz. Marketdə rəflərin qabağında durur, dadını bilməyən, heç nəyin dadını bilmirsə, uşaq o rəflərə yaxın getmir. Amma artıq bilirsə, o rəfə yaxın. Özü fikir vermisinizsə ki, marketlərdə uşaq qidaları ən alt rəflərdə düzülür.
Əli çatsın, gözü Uşağın görsün. göz təması ilə eyni səviyyədə Bəli, bəli. düzülür və valideyn də icazə verir ki, uşaq ona yaxınlaşsın. Vərdişlərdir bunlar təbii olaraq. Bir də vərdişlərdən bəziləri disiplinin olmamasıdır. Yəni valideyn özünün çox evdar xanımlardır və çoxları da sevirlər ki, uşaq özlərlə eyni saatda yatsın. Çox pis. Bəli. Çox yanlışdır. Disiplin olmur və eyni zamanda qida qəbulunda rahatlıq üstünlük verdikləri üçün də planşetlə, telefonla yedizdirirlər yeməkləri. Burada dad reseptorları inkişaf eləmir. Burada uşağın ümumi sirkadian ritmi pozulur. Səhər misal üçün uşaq oyanmalıdır neçədə? Biz görmüşük uşaqlar oyansınlar 6, 7, 8 civarlarında artıq oyanmış olmalıdır bir uşaq. Olmalıdırlar və aktiv olmalıdırlar artıq. Günəş doğulma ilə bərabər uşaq da oyanmalıdır. Amma uşaq oyanır 12-də, 11-də, saat 10-da. Gec başlayırsa, gec də bitirir təbii ki yeməyi. Bəli, və burada artıq bioloji olaraq hər şey pozulur. Yəni bir uşaq öz biologiyasına, yəni bir orqanizm öz biologiyasına zidd davranır. Zidd davranılmış hərəkətlər də sonradan qısır döngüyə çevrilir. Yəni valideyn birinci deyir ki, ye, kökəl, sonra deyir ki, sən artıq çəkilirsən, sən arıqlamalısan. Yəni də ki, valideyn günahkardır. Və mənə bir pasiyent deyəndə ki, ay doktor, biz istəyirik biraz tombik olsun. Deyirəm ki, indi tombik olmağını istədiyiniz uşağı 4-5 il sonra artıq arıqlatmağa çalışacaqsınız və yenə də bir pozuntu yaradacaqsınız o uşaqda. Və həmişə deyirəm ki, bir uşağın biraz həmişə əl vururam deyirəm, yumşaq olması maks 3 yaşa qədər olur. 3 yaşdan sonra artıq yavaş-yavaş hərəkət sayəsində arıqlamalıdır uşaq. Amma valideynlər nə edirlər? Boy artımı dövründə misal üçün somatotrop hormon çox ifraz olunur deyə iştahsız qalır. Yemir və valideyn deyir ki, "Vəsə, mənim uşağım acından öləcək." Deyirəm ki, qoyun gündə 2 dəfə yesin, amma hər şey yesin, hər şeydən, yəni ev qidalarından və sağlam bəslənsin. Az da olsa hər şey ala bilsin, zəngin olsun bəslənməsi. Bəli, balanslı qidalanmalıdır, zəngin qidalanmalıdır, balanslı, rəngarəng qida olmalıdır, bir növ qida olmamalıdır. Boşqabın mütləq boşqabda bir neçə rəng olmalıdır, tək bir rəngdən ibarət olmamalıdır boşqab. Amma hal-hazırda yəni valideynlərin əksəriyyəti bir növ qida təqdim edir və uşaqların əksəriyyəti bilmir də yediyi qida nədir. Son olaraq doktor çox istəyirəm ki, siz deyəsiniz. Birinci kompulsiv yemə halları çox olur uşaqlarda. Yəni özünü qanmağa, başa düşməyə başlayandan sonra 5-7 yaşdan sonra yavaş-yavaş məktəb dövrünə, stres dövrünə girir. Dərslər, yorğunluq və s. hərəkətlərin azalması eyni zamanda, uşağın başqa məşğuliyyəti olmadığı üçün ev içində darıxması və buna görə də yeməyə başlaması nəticəsində nə də olsa yenə də hardasa valideynin səhvi var. Çünki valideyni ilə münasibəti yaxşı olmayan uşaqlar da çox yeyirlər. Bəli, kompulsiv pozuntu və emosional qidalanma hal-hazırda çox belə deyim də alıb başını gedib. Çünki burada tək uşağın səhvi deyil, eyni zamanda valideynlərin səhvidir. Ana ilə atanın arasındakı münasibət də səbəb ola bilər ki, uşaq qida seçimində yanlışlar eləsin. Eyni zamanda uşaqla valideynlər arasında olan münasibətdə tək 6-7 yaş yox, eyni zamanda da yeniyetmələr arasında çox belə deyim də valideynlər mənə daha çox yeniyetmə övladı ilə müraciət edirlər. Yeniyetmə hardasa 13 yaşından 16-17 yaşına qədər uşaqlarla müraciət edirlər və onların artıq çəkisi sonradan, yəni yeniyetmə dövründə qadınlarda, qızlarda, yəni aybaşı başlayandan sonra, oğlanlarda da artıq özünü tanımağa başlayandan sonra biz görürük ki, artıq çəki başlayır artmağa. Və valideyn narahat olur ki, böyüyəndə artıq çəkidən əziyyət çəkəcək, gətirirlər dietoloqa, yəni mənim yanıma gətirirlər və yaxud da ixtisas üzrə. Sual əsasında uşaqdan soruşuram ki, necə qidalanırsınız? Deyir, mən yeməyimi otağımda tək yeyirəm. Çox yeyən insanların... Çünki mənim atam oğlandısa deyir. Çünki mənim atam mənimlə davranışları xoşuma gəlmir. Qızdırsa deyir, mənim anamın davranışları mənimlə xoşuma gəlmir. Kontakta girmək istəmir də valideynlər. Bəli, ifadələri valideynlər də uşaqlarda bir-birlərinə qarşı olan ifadələri səbəb olur ki, psixoloji olaraq uşaqlar özlərinə qapansın, öz otağında yesin və emosional olaraq qidalanma başlasın. Yəni qida həcmini görə bilməsin. Qida həcmini görə bilməyəndə də artıq çəki yaranır. Çünki aldığı enerji ilə verdiyi enerji bərabər olmur. Valideyn çalışır ki, maksimum dərəcədə başını qatsın uşağın. İdmana qoyur, rəqsə qoyur, ora qoyur, bura qoyur ki, enerjisi paylansın. Amma
Əsas bu bilirsiniz nəyə oxşayır? Aysberqin başına oxşayır. Yəni aysberq altda görünən, Hissəsi daha görünməyən böyükdür, bəli. bəli. Onunla işləmək istəmirlər. Görünən hissəsini Psixoloji səbəblərlə bəli. filan. Tək Bilirsiniz niyə doktor? Bir çox valideyn qəbul eləmir ki, səhv özündədir. Amma bir çox halda səhv özündə olur doğrudan da. Valideynlərin bir çoxu da gizli narsistdirlər. Burada belə bir nüans da var, bununla razılaşmaq lazımdır. Gizli narsist olan valideynlərin övladları çox əziyyət çəkir və gələcəkdə özləri də gizli narsist olurlar. Və burada önəmli olan şeylərdən biri ananın və yaxud da atanın bunu qəbul eləməsidir ki, mən uşaqlarım arasında fərq qoya bilirəm. Uşaqlarım arasında fərq qoyulanda uşağın biri təbii ki, çox yeyəcək. Və yaxud da biri bu yaxınlarda bir 23 yaşında bir qız gəldi. 23 yaşı var, gəncdir, amma çəki defisiti yaşayır. Yəni 40 kilodur, 39 kiloydu. 1.64 boyunda 39 kilo. Və çox defisit yaşayır. Bəli, çox defisit yaşayır. Məlum olur ki, uşaqlıqdan belədir. Yəni uşaqlıqdan belə gəlib. Niyə? Çünki valideynlər heç bir zaman onu şəxsiyyət olaraq evdə qəbul eləməyiblər. Böyük bacısını və qardaşını qəbul eləyiblər, baskılayıblar və uşaq özünü tamamilə yəni psixoloji olaraq yox olmaq istəyir də, yəni itir. Amma çəkisi çox olan uşaqlarda da əksinə gözlənti çoxdur deyə uşaq özünü mən daha güclüyəm deyə psixoloji olaraq daha çox yeməyə başlayır və görünmək istəyi, ortaya çıxmaq istəyi bu şəkildə bunlar da baş verə bilər. Obez olan uşaqlara, doktor, son olaraq valideynlərə nə deyə bilərsiniz? Obezitesi olan, artıq çəkisi olan uşaqlara, çünki mən şahid olmuşam və mən düşünürəm ki, düzgün yanaşma deyil, yeməyini qısıtlayırlar, yeməyini azaldırlar. Məsəl üçün gündə bu öğündə bir tikə yeyirsən çörəyi, o öğündə bir tikə, halbuki böyüyən orqanizmdir və mənim fikrimcə, mənim müşahidə elədiyimə görə göz aclığı yaranır uşaqda. Siz nəyi məsləhət görürsünüz? Onlar o dietanı eləməlidirlərmi? İstəyirəm ki, analara, atalara bunu deyəsiniz, yoxsa daha yaxşı mı bəslənmə üsulu var ki, o barədə sizinlə danışdıq? Ümumiyyətlə mən tərəfindəyəm ki, aclıq olanda yeyilsin, susuzluq olanda su içilsin. Yəni bədənə qulaq asılsın. Bədəni dinləyərək addım atmaq lazımdır. Qaydalar tamam, razıyam. Qaydalar olmalıdır, disiplin olmalıdır, yuxu düzgün olmalıdır. Zərərli qidalar olmamalıdır. Evdə qida seçimi düzgün olmalıdır. Amma bir uşaq əgər acırsa və valideyn onu ac yatırdırmağa çalışırsa, saxlayıb sonra da yatdırmağa çalışırsa, burada artıq problem var. Ciddi problem var. Bu uşaq böyüyəndə aclıq hissi onu bədənin özünün psixoloji olaraq yaratdığı oksidativ stres hesabına yaranmış bir bədəndə iltihab səbəb olacaq ki, o uşaq özündən asılı olmadan daha çox yeyəcək. Autoimmun xəstəliklərə sahib olsun. Autoimmun xəstəlik, məsəl üçün bəzi hallarda təzə yanıma gəlib 13 yaşında uşaqda Hashimoto xəstəliyi təsəvvür edin. Təəssüf ki, düşünürəm ki, bu doğrudan çox qəşəng mövzudur, çox geniş mövzudur və bu barədə mənim fikrimcə də siz də çox danışmalısınız. Çünki biz pediatrların deməyi, biz otağımıza gələn pasiyentə yalnız öskürür, asqırır, hər hansı bir qusması ishalı var deyə və yaxud boynu çəkisini baxmaq niyyətinə müayinə eləmirik. Biz mütləq şəkildə onun psixoloji durumu ilə, yemə davranışları ilə maraqlanırıq. Həm mən, həm Həmid doktor və valideynlərə yanlışlarını başa salırıq. Amma bunu bir bəslənmə mütəxəssisindən eşitmək də çox vacibdir valideynlər üçün. Təbii ki, mən də əlimdən gələni eləyərəm. Amma burada önəmli olan yenə valideyndir. Valideyn də bizim yanımıza gələndə qəbul eləməlidir ki, özü də dəyişməlidir. Bəli, bu çox önəmlidir. Yəni hər valideynlə gələn uşağa görə müraciət eləyirlərsə, mən birinci valideynlə şərt kəsirəm. Mənim görəcəyim iş 20%-dir. 80% onların üzərinə düşür. Bəli, bəli. Çox sağ olun doktor. Çox təşəkkür edirəm. Çox geniş mövzudur və sizdən başqa məlumatlar da, videolar da gözləyirik bu barədə. Sizin səhifənizdə taq eləyəcəm. Düşünürəm ki, bu mövzu bir çox valideyni maraqlandıran mövzuydu. Mən çox qarşılaşmıram açıq obezite ilə, çünki müayinə elədiyim uşaqlar az yaşlı uşaqlardır. Amma obezitesi olan uşağın o çox yeməsinin, çünki elə bir qayda yoxdur ki, mən çox yeyirəm amma kökəlmirəm, çox yalan bir şeydir. İnsan kökəlirsə deməli çox yeyir, uşaq ya böyük fərq eləmir və o çox yeməyinin altında yatan səbəbi mütləq araşdırmaq lazımdır. Diyeta çözüm deyil.